Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərin izahına baxacağıq. Azərbaycan dilində bu iki dənədir. Xitabdır, bir də ara sözlərdir. Yəni bu ifadəni harda görsəniz, yadınıza düşməlidir. Xitab və ara söz. Və xitab, ara söz məna baxımından cümlə üzvləri ilə əlaqələnir. Yəni cümlənin mənasına, məzmununa uyğun olur. Amma qrammatik baxımdan əlaqələnmir. Yəni o hər hansı bir cümlə üzvü hesab eləmirik biz bunu. Cümlə üzvləri ilə heç bir sintaktik əlaqədə olmur. Məsələn, nə etdi, xoş gördük, ayelləri heç nə eləmirsən də, yəni olduğu kimi də qalır. Deyirik ki, bu xitabdır. Buna dəymirik. Yəni altından nəyinsə hər hansı bir cümlə üzvünün xəttini çəkmirik. Yaxud bu tərəfdə buranı təhlil eləyirik, gələrik kim biz, amma bura dəymirik. Niyə dəymirik? Çünki bu ara sözdür. Ara söz və xitaba nə dedik? Dedik ki, cümlə üzvləri ilə bağlı olmayan sözlərdir. Və bunların hər birinin də sintaktik vəzifəsi var. Naşı, sintaktik əlaqədə olmasa da sintaktik vəzifə var. Xitabın sintaktik vəzifəsi nədir? Onun müraciət bildirməsi, müraciət olunan şəxsi və ya əşyanı bildirir. Xitablar əsasən adlı xallı isimlərlə və ismi birləşmələrlə ifadə olunur. Bu mübtəda ilə ortaq cəhət ola bilər. Mübtəda da xitab kimi adlı xallı isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən sözlər, birləşmələr də xitab ola bilər. Bax, məsələn, bu cümlədə həyat, sən nə qəribəsən, həyata müraciət var, düzdür? Bu xitabdır. Nə ilə ifadə olundu? İsimlə ifadə olunub. Qalx ayağa Azərbaycan. Nə ilə ifadə olundu? Deməli, isimlə ifadə olundu. Burada özdə xitab olanda, müraciət bildirəndə tək işlənəndən söhbət gedir. Həyatın normal vurğusu buradadır, A-dadır. Amma xitab olanda bura düşür, birinciyə düşür. Yəni, bir heca gəlir qabağa. Gəlir qabağa dedik, həyat. Həyat, həyat. Görürsünüz, hiss eləyirsinizsə vurğunu deyəndə o istər-istəməz hiss olunacaq. Sonra odlar yurdu. Niyə qaşların çatılıb? Odlar yurdu ifadəsi xitabdır. Nə ilə ifadə olunub? Söz birləşməsi ilə ifadə olunubdur. İgidlər. Bu nədir? Normalda sifətdir. Xitab nə ilə ifadə olunub? İsimləşən sözlərlə. Bax, sifət isimləşib, lar-lər şəkilçisi qəbul edibdir, isimləşibdir. Sonra xitablar həm canlıya, həm cansıza müraciət etmək olur. Yəni, xitab dediyi əşyanı bildirir. Ona görə deyirik ki, şəxsi və əşyanı həm canlıya, əziz dostlar, bu canlıdır, şəxsdir. Sizləri salamlayıram. Yaxud şöhrətin yayılıb hər yana ceyran. Burada da əslində ceyran da canlıdır, sadəcə heyvan anlayışı bildirən sözdür. Yaxud cansız, Şamaxı, ey mənim sevimli yurdum. Bu Şamaxı sözü xitabdır və Şamaxı rayonuna, cansıza müraciət eləyir. Mübtəda və xitab formaca oxşar olsalar da, onların arasında ciddi fərqlər var. Bunun əsas oxşarlıqları nədir? Oxşarlıqları odur ki, hər ikisi adlı xalda olan söz və birləşmələrlə ifadə olunurlar. Hər ikisinin ifadə vasitələri oxşar söz birləşmələri nitq hissələridir. Yəni, eynidir. Mübtədanın ifadə vasitəsi ilə xitabın ifadə vasitəsi eynidir. Heç bir fərqi yoxdur. Bunların fərqi hardadır? Xitab müraciət bildirir. Mübtəda isə müraciət bildirmir. Xitab cümlə üzvü olmur. Mübtəda isə cümlənin baş üzvüdür. Xitab sintaktik əlaqəyə girə bilmir. Yəni, hər hansı bir cümlə üzvü ilə sintaktik əlaqəyə girə bilmir. Mübtəda isə sintaktik əlaqəyə girir. Yəni, xəbərlə uzlaşma əlaqəsinə girir, təyinlə yanaşma əlaqəsində olur. Sonra, xitab əvəzliklə, bax, bura diqqət eləyin, xitab əvəzlik və məstərlə ifadə oluna bilmir. Xitab nə ilə ifadə olunmur? Əvəzli və məstərlə ifadə oluna bilmir. İfadə oluna bilməsə də, mübtəda ifadə olunur. Yəni, xitab əvəzli və məstərlə ifadə oluna bilmir. Amma mübtəda ifadə oluna bilər. Məsələn, sən gəl. Sən əvəzlikdir. Bu yalnız mübtədadır. Yəni, bunu xitab kimi heç vaxt əvəzliyi xitab kimi işlədə bilmirsən. Məsələn, deyirəm, oxumaq faydalıdır. Nəsə bu belə, nədir faydalıdır, nə oxumaq? Məstər mübtəda olur, amma heç vaxt oxumaq sözünü
yəni məsdəri xitab kimi işlətmək mümkün deyil. Xitab müraciət bildirdiyi üçün məzmunca ikinci şəxsdir. Bu bilmirəm sizə o qədər önəmli olmaz, amma yenə də bilsəniz faydalıdır. Xitab müraciət bildirirsə məzmunca ikinci şəxsdir, formasına, ifadə vasitəsinə görə üçüncü şəxsdir. Yəni bu nə deməkdir? Məsələn, bax bu cümlənin üzərində izah eləyək. Lalə, dərslərini oxu. Burada xitab hansı sözdür? Lalə xitabdır, düzdür? Lalə normalda ikinci şəxsdir. Yəni deyirsən ki, Lalə sən dərslərini oxu. Məzmununda nə var? Sən əvəzliyi var da. Yəni sən dərslərini oxu. Şəxs əvəzliyi sən. Amma Laləni tək görsən, buna deməli sən deyə bilərsən, yox, bu odur. Şəxs əvəzliyi kimi o ilə əvəz eləyə bilərsən də Laləni. Sənlə əvəz eləyə bilməsən. Ona görə deyirik ki, formaca üçüncü şəxsdir, məzmunca ikinci şəxsdir. Xitablar sadə, düzəltmə, mürəkkəb ifadə olunduqda, sözlə ifadə olunduqda bu hissəsinə fikir verməyin. Xitablar sözün quruluşunu yazıb bura. Sözlə ifadə olunduqda sadədir. Məsələn, uşaqlar buraya gəlin. Xitabın yəni quruluşca iki növ var. Sadə olur, bir də olur mürəkkəb. Sözlə ifadə olunubsa bu xitab sadədir. Uşaqlar buraya gəlin. Uşaqlar xitabdır. Bir dənə söz var. Deməli bu xitab necə xitabdır? Sadə xitabdır. Söz birləşməsi ilə ifadə olunubsa necə xitabdır? Mürəkkəb xitabdır. Vətən oğlu, hamı sənə inanır. Burada xitab var. İsmi birləşmə ilə ifadə olunub. Deməli bu xitab necə xitabdır? Mürəkkəb xitabdır. Xitab cümlənin əvvəlində işləndikdə adi intonasiya ilə deyilirsə, özündən sonra vergül qoyulur. Və nida da yüksək hiss-həyəcanla da deyilirsə nida qoyulur. Yəni xitab cümlənin əvvəlində gördün, düzdür? Gördün. Adi intonasiya deyilibsə vergüldür. Bu özü qoyacaq sizə durğu işarələrini. Burada bir probleminiz olmayacaq. Adi intonasiya deyilib, vergülündə xitabdır, vergülündə qoyubdur. Sonra bu tərəfə diqqət eləməyinizi istəyirəm. Gözəl vətən, mənan dərin. Bax, vətənə müraciət var. Nida qoyub. Özü qoyub. Nidadan sonra gələn sözə diqqət eləyin. Nidadan sonra söz böyük yazılmalıdır. Vergül qoysa bax böyük yazılmır. Amma nida qoyubsa söz necə yazılır? Böyük yazılır. Yaxşı. Sonra xitab cümlənin ortasında, əvvəlində, sonunda, hər yerində işlənə bilər. Yəni elə bir problemi yoxdur. Və bu söz sırasının pozulması deyil ha. Yəni xitabın getdin axırda gördün, söz sırası pozulmuş sayılmır. Xitab əvvəldə gələndə özündən sonra, ortada gələndə hər iki tərəfdən, sonda gələndə ondan əvvəl vergül işarəsi qoyulur. Modal sözün vergülünü yadınıza salın. Modal sözün vergülü necədirsə, xitabla ara sözündə vergülü elədir. Baxın, əvvəldə gəldisə özündən sonra, ortada gəldi hər iki tərəfdən, sonda gəldisə özündən əvvəl vergül qoyulur. Sonra qeydlərə baxaq. Deyir ki, xitab cümlə üzvləri sintaktik əlaqədə olmur, məna əlaqəsində ola bilir. Bəli, bu bayaqda dedik. Xitab cümlə üzvləri ilə sintaktik əlaqədə olmasa da ifadə vasitəsində sintaktik əlaqə işlənə bilər. Bu o qədər sizə vacib deyil, amma yenə də bu nə deməkdir? Məsələn, bu üçüncü növdür, hə? Bir dəqiqə. Gözəl vətən. Gözəl vətən birləşmədir. Bu birləşmənin tərkibində sintaktik əlaqə var. Xitab normalda cümlə ilə heç bir əlaqədə olmur, amma bunların özünün tərkibində. Burada yoxdur məsələn, sevgili. Bu təkdir. Burada nə sintaktik əlaqə olacaq? Heç nə. Amma söz birləşməsi olanda sintaktik əlaqə mövcud olur. Sonra xitab rondu işlənmiş sözün və söz birləşmənin xitab olması elə onun sintaktik vəzifəsidir. Bəli, bəzən testlərdə görürsünüz, yazır ki, xitabdır və ona görə də sintaktik vəzifəsi yoxdur. Yaxud sintaktik funksiyası yoxdur. Bu fikirlər səhvdir. Niyə?
Xitabın sintaktik funksiyası elə onun xitab olmasıdır, müraciət bildirməsi. O demək deyil ki, o mütləq şəkildə gərək cümlə üzvü olsun. Belə bir şərti yoxdur. Sonra xitab çağırış nidaları ilə işləndikdə vergül xitabdan. Bax, bu hissəyə diqqət elə. Xitab. Ay uşaq, orada oynamayın. Görsən nidadır, çağırış nidasıdır. Bu da sənin xitabındır. Vergül burada qoyulub. Yəni da burada qoyulmayıb. Yaxşı. Amma ey, ehey nidaları fərqlidir. Yəni intonasiyadan asılı olaraq həm belə olar, həm də belə ola bilər. Məsələn, ey insanlar, haqqı gizlətməyin bu şəkildə. Bir də deyirəm, ey insanlar, haqqı gizlətməyin. Yəni fərqi yoxdur da. İkisini də deyilişdən asılı olaraq vergülü sən burada görə bilərsən. Bu iki dənə nidaya aiddir ha. Eynən ehə, digərlərinə bu aid deyil. Sonra dedik ki, məsdər, əvəzlik, təsiriflənən feillər nədir? Feilin şəkilləri. Sonra feili bağlama, xitab rolunda işləmir. Yaxşı, xitab rolunda işlənməyənlər hansılardır? Məsdər, əvəzlik, təsiriflənən feillər, yəni feilin şəkilləri, feili bağlama, xitab rolunda işləmir. Xitab rolunda işlənərkən sözün vurğusu adətən bir heca əvvələ keçir. Bunu da bayaq dedik. Amma çağırış nidası ilə işlənirsə, yəni yanında nida varsa. Aha. Deməli harda qalmışdıq? Dedik ki, xitab olanda sözün vurğusu bir heca əvvələ keçir. Məsələn, hanı mən gördüyüm yığıncaqlar, dağlar. Dağları normalda adi söz kimi desəz, vurğusu buradadır. Xitab olanda vurğu bura keçir. Yəni bir heca özündən əvvələ keçir. Amma bu nida ilə işlənəndə, yəni ay nidası ilə işlənəndə dağların normal vurğusu axırdaydı, düzdür? Elə axırda da qalır. Yəni da əvvələ keçmir. Deməli tək işlənəndə, yəni nidasız işlənəndə vurğu bir heca keçir özündən əvvələ. Amma nida ilə işlənəndə normal vurğusu hardadırsa, orada da qalır. Xitabdan bu qədər. Testdə möhkəmləndirərik. İndi ara sözlərə baxaq. Dedik ki, cümlə üzvləri ilə qrammatik cəhətdən bağlı olmayanlar hansılardır? 2 dənə xitabla ara söz. Xitab müraciət olunanı bildirirdi. Yəni müraciəti bildirirdi. Ara söz isə danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Şairdir, görünür, düz ilqarı var. Deməli, onlar qalib gələcəklər. Bax, bunlar deməli, görünür. Bunlar nədir? Bunlar ara sözdür. Yəni cümlə üzvləri ilə qrammatik cəhətdən bağlı deyil. Biz təhlil eləyəndə ona dəymirik. Yəni buna heç nə eləmirik. Bu olduğu kimi qalır. Ara sözlər ifadə formasına görə 3 cür olur. Söz birləşməsi və cümlə şəklində olur. Modal sözlə ara sözün elə fərqi bax buradan başlayır. Bəzən modal sözlə ara söz, bütün modal sözlər, bax bütün dildə nə qədər modal söz var, onların hamısı ara söz ola bilir. Amma ara sözlərin hamısı modal söz deyil. Çünki modal söz birləşməsi şəklində ola bilməz. Modal söz cümlə şəklində ola bilməz. Modal söz yalnız söz şəklində olur. Məsələn, nümunələrə baxaq söz şəklində olanlara. Deyir ki, yəqin sən də gedəcəksən hamının getdiyi yerə. Bax, ara söz budur, fərqləndiriblər. Görsən, söz şəklindədir. Bu isə söz birləşməsidir, mən bilən. Sözün düzü. Sözün düzü bu davranışı gözləmirdim. Yaxud cümlə şəklində olan düzdür, doğrudur və s. Necə deyərlər? Bunlar nədir? Bunlar cümlə şəklində olanlardır. Ara sözlərdir. Cümlə formasında olan ara sözlər zahirən görünüşünə görə cümlə şəklində hesab edilir də. Belə nümunələr cümlə əlamətlərini ilk növbədə bitmə intonasiyasını itirib. Yəni ara söz bu. Buna artıq sən cümlə deyə bilməzsən. Niyə? Çünki bu bitmə intonasiyasını itirib. Yəni bitmiş fikir ifadə eləmir. Necə deyərlər? Davamı yoxdur axı. Bitmiş fikir ifadə eləmir. Ara sözlər cümlənin əvvəlində yenə də vergül məsələsidir. Yəni bunlar ara söz ortada da, axırda da, sonda da gələ bilər. Yəni əvvəldə, ortada, sonda. Belə deyək, tam dəqiq olsun.
Əvvəldə gələndə özündən sonra. Ortada gələndə hər iki tərəfdən vergül qoyulur. Bax, hər iki tərəfdən vergül qoyulur. Sonda gəlibsə özündən əvvəl vergül qoyulur. Bu da ara sözün növləridir. Siz bunu əzbər bilməlisiniz. Bunun başqa bir versiyası yoxdur. Təsdiq bildirənlər əlbəttə, sözsüz, şübhəsiz, şəksiz. Bunları hamısını bir-bir əzbər bilməlisiniz. Güman, şübhə bildirənlər, bəlkə, deyəsən, güman ki, yəqin ki və s. Fikrin mənbəyi. Fikrin mənbəyi əslində asandır. Məncə, sizcə, mənə görə, atalar demişkən, mənim fikrimcə və s. Nəticə sıra bildirənlər, bir də təəssüf bildirənlər. Heyf, təəssüf, əfsus və s. Bu cədvəli bu bütün kitablarda var. Bu cədvəli əzbər bilməlisiniz. Yəni bunun bir izahlı tərəfi yoxdur. Ara söz rolunda işlənmiş sözün və ya söz birləşməsinin ara söz olması elə onun sintaktik vəzifəsidir. Yəni bu nə deməkdir? Bayaq dediyi xitabda deyirlər ki, xitab cümlə üzvü deyilsə, onun sintaktik vəzifəsi yoxdur. Belə bir şey yoxdur yəni. Xitabın müraciət bildirməsi onun sintaktik vəzifəsidir. Ara sözün münasibət bildirməsi elə onun sintaktik vəzifəsidir. Yəni cümlə üzvü olması şərt deyil. Sonra ara söz sözlər cümlə üzvləri sintaktik əlaqədə olmasa da, yəni bu bayaq eyni məqamdır, xitabda dediyimiz məqamdır. Yəni deyir ki, cümlə üzvləri ilə sintaktik əlaqədə olmur ara söz, amma məna əlaqəsində olmalıdır. Burada başqa bir şey varmı? Yox. Başqa bir şey yoxdur. Yaxşı, bu qədər uşaqlar, növbəti izahlarda görüşənə qədər testdə möhkəmləndirərik. Mütləq öz kitabınızdan da, yəni mənim izahımdan kifayətlənmirsiniz. Mütləq istifadə elədiyiniz qayda kitabından oxuyursunuz, testi işləyirsiniz. Ondan sonra bu dərs sizdə möhkəmlənəcək, qaranlıq qalan bir tərəfi olmayacaq. Hələlik, sağ olun.